Çoxu insanın heç kimə açıq demədiyi bir sual var. Nə yaxın adamına, nə köməyə müraciət etdiyi adama, nə də yuxusuz bir gecə özünə. Niyə artıq dostlarım yoxdur? Nəsə pis bir şey baş vermədiyi üçün yox, mübahisə və ya xəyanətə görə yox. Sadəcə yavaş-yavaş, sakitcə insanlar həyatından çıxıb gedir. Bir zamanlar yanında olan adamlar indi yoxdur. Və ən qəribəsi budur ki, onları düşündüyün qədər darıxmırsan. Carl Jung deyirdi ki, bunun arxasında düşündüyündən daha dərin bir səbəb ola bilər. O inanırdı ki, insanın qarşılaşdığı ən çətin şeylərdən biri özünü tam olduğu kimi qəbul etməkdir. Yəni, sən həqiqətən kim olduğunu tapmağa başlayanda, ətrafındakılar bunu sevinclə qarşılamır. Çox vaxt səndən uzaqlaşırlar. Çünki onların tanıdığı sən, hamını razı salan, mübahisədən qaçan, hər kəsin gözlədiyi rolu oynayan sən, yavaş-yavaş yox olur. Və hər kəs bu dəyişikliyi izləyə bilmir. Hər kəs bunu istəmir də. Jung bu prosesə özün olma yolu deyirdi. Dünyanın səndən nə gözlədiyinə uyğun yaşamaq əvəzinə, həqiqətən kim olduğunu tapmaq üçün bütün ömür boyu davam edən bir yol. İnanırdı ki, çox az adam bu yolu sona qədər gedir. Və gedənlərin çoxu bu yolun son mərhələsinə yaxınlaşanda dərin bir tənhalıq dövrü yaşayır. Bu əslində dostluq haqqında bir hekayə deyil. Bu o sakit yox olmanın sənə nə göstərmək istədiyi haqqındadır. Çünki Jung inanırdı ki, bu cür anlar adətən təkcə başqa insanlarla bağlı deyil, içində daha dərində baş verən bir şeyə işarə edir. Bir şeyə ki, çoxu insan onu fərq etmək üçün heç vaxt dayanmır və daha az adam onu anlamağa cəsarət edir. Bəlkə əsl sual heç vaxt niyə artıq dostlarım yoxdur olmayıb? Bəlkə əsl sual budur. Onlarsız mən kimə çevrilirəm? Gəl baxaq. Birinci hissə. Bəzi dostlar niyə gedir? Sən özün olmağa başlayanda çox insanın izah edə bilmədiyi bir növ itki yaşanır. Bu xəyanətin ağrısı deyil, kiminsə bir gündə itirilməsinin kədəri də deyil. Daha sakit baş verir. Bir söhbət qısalır. Bir mesaja adətdən uzun müddət cavab gəlmir. Dəvətlər azalır, sonra tamam kəsilir. Bir gün ətrafına baxıb görürsən ki, bir zamanlar həyatının mərkəzində olan insanlar yavaş-yavaş kənara çəkilib. Heç bir dramatik hadisə olmayıb, son bir mübahisə yoxdur, aydın bir əlvida da olmayıb. Sən sadəcə dəyişmisən və münasibətdəki nəsə artıq bu dəyişikliyə ayaq uydura bilmir. Bu baş verəndə əksər insanlar özlərini günahlandırmağa başlayır. Nə etdim ki, deyə soruşurlar. Köhnə söhbətləri təkrar-təkrar xatırlayıb, hər şeyi dəyişən cümləni axtarırlar. Çox sakit, çox soyuq, çox ciddi olduqlarını, ya da yanlarında olmağın çətinləşdiyini düşünürlər. Amma Jung fərqli bir şeyə baxmağa təklif edirdi. Deyirdi ki, əsl sual nə səhv etdim deyil. Əsl sual, mən artıq nəyi oynamağı dayandırdım. Bunu anlamaq üçün Jungun ən önəmli fikirlərindən birinə baxaq. Hər kəsin taxdığı bir maska. Bu maska dünyada yaşaya bilmək üçün öyrəndiyimiz sosial roldur. Bizə uyğunlaşmağa, rədd olunmaqdan qorunmağa, bəyənilməyə və tanınmağa kömək edir. Bu maska özlüyündə pis bir şey deyil. Hamımızın insanlar arasında yaşamaq üçün onun bir formasına ehtiyacı var. Problem o maskanın sadəcə bir maska olduğunu unutduğumuz zaman başlayır. Zamanla o rol o qədər tanış olur ki, elə bil bizim əsl kimliyimizə çevrilir. Zarafatçıl olan, hər zaman kömək edən, sülhü qoruyan, hamının söz açdığı adam olaraq. İnsanlar bu rola cavab verir və onlar cavab verdikcə biz də bu rolu oynamağa davam edirik. Yavaş-yavaş, fərqinə varmadan, həqiqi özümüzü sadəcə qəbul edilmək üçün kənara qoyuruq. Maska artıq geydiyimiz bir şey deyil, bizim üzümüz kimi hiss olunur. Amma bir gün içimizdəki bir şey buna qarşı çıxmağa başlaya bilər. Bu nadir hallarda bir anda baş verir. Əvvəllər asan olan söhbətlərdə sakit bir narahatlıq kimi başlayır. Görüşlər, əlaqə qurmaqdan çox bir rol oynamaq kimi hiss olunmağa başlayır. Köhnə rolu hələ də bilirsən, amma o əvvəlkindən daha çox güc tələb edir. Doğru anlarda gülürsən, tanış cavablar verirsən, hər şeyi rahat saxlayırsan, amma qəribə şəkildə öz həyatından uzaqda hiss edirsən özünü. Jung bunu daha dərin bir dəyişikliyin başlanğıcı kimi görürdü. Həqiqi sənlə maskan arasındakı yavaş-yavaş ayrılma. Bu sadəcə üsyan üçün üsyan deyil. Bu sənin içindəki bir şeyin daha dürüst bir həyat üçün səni çağırmasıdır. Və bu başlayanda
bəzi münasibətlər təbii olaraq dəyişir. Sən daha pis, daha soyuq ya da daha az sevgiyə layiq olduğun üçün yox. Sadəcə bəzi insanlar sənin oynadığın rola bağlı olub, altındakı əsl sənə yox. Fikirləş, uzun illər hər qrupun canı olan, yemək təşkilatçısı olan, hamının doğum günlərini xatırlayan, mübahisələri yatıran, hamını güldürən bir insan. İnsanlar onunla olmağı sevirdi, çünki həyatı asanlaşdırırdı. Sonra həyat onu dayandırmağa məcbur edir. Xəstəlik, yorğunluq, kədər və ya sadəcə daxili dəyişiklik səbəbindən artıq o rolu oynaya bilmir. Daha sakit olur, daha çox tənhalığa ehtiyac olur. Otağın emosional ağırlığını daşımağı dayandırır. Geri qaydanda ağırlı bir şey görür. Qrup hələ də var, amma o olmadan sakitcə yenidən qurulub. Dəvətlər azdır, söhbətlər nəzakətlidir, amma dərinliyi yoxdur. Bir zamanlar güvəndiyi yaxınlıq artıq həqiqi hiss olunmur. Ən çox ağrıdan şey təkcə insanların uzaqlaşması deyil. Bu, əlaqələrin çoxunun artıq olmaq istəmədiyi bir insan versiyasına bağlı olduğunu anlamaqdır. Jung bunu mütləq dostluqda uğursuzluq adlandırmazdı. O bunu əsl insan yerinə maska üzərində qurulmuş münasibətlərin təbii nəticəsi adlandırardı. Maska əriməyə başlayanda onun ətrafında qurulan bağlar da çox vaxt onunla birlikdə əriyir. Əvvəlcə bu rədd edilmə kimi hiss olunur. Amma bəlkə bu eyni zamanda bir boşluqdur da. Mənsub olmaq üçün artıq kimiyini danışmalı olmadığın ilk əsl azad məkan. Performansı sevən insanlar getdikdə geriyə qalan sadəcə boşluq deyil. Bu daha çətin bir sualın başlanğıcıdır. Artıq bir otağın xatirinə oynamırsansa, onda sən kimsən? İkinci hissə. Sükut niyə bu qədər narahat hiss olunur? Ən son nə vaxt tamamilə tək idin? Telefonuna baxmadan, musiqi ya da podkast dinləmədən, işləmədən, nəyəsə baxmadan, otağı fon səsi ilə doldurmadan. Sadəcə sakitcə oturub, özünlə öz düşüncələrin arasında. Və əgər bu baş verdisə, instinktiv olaraq diqqətini yayındıracaq bir şeyə əl atmazdan əvvəl nə qədər davam etdi? Əksər insanlar üçün cavab yalnız bir neçə saniyədir. Əl öz başına telefona uzanır. Televizor heç bir səbəb olmadan açılır. Bu o qədər sürətli baş verir ki, sükutu niyə dözülməz hiss etdiyimizi soruşmağa vaxt tapmırıq. Jung bu reaksiyanın göründüyündən daha çox şey açdırma inanırdı. Bir dəfə yazmışdı. Tənhalıq insanların ətrafında olmamasından yox, sənə önəmli görünən şeyi başqasına çatdıra bilməməkdən gəlir. İlk baxışdan bu münasibətlər haqqında bir söz kimi görünür, amma əslində deyil. Bu, insanın öz daxili dünyası haqqındadır. Jung heç vaxt sözə çevrilə bilməyən hisslərini, arzularını, qorxularını və suallarını daşımaq təcrübəsini təsvir edirdi. Bu baş verəndə insanlarla dolu olmaq belə tənhalığı həqiqətən aradan qaldırmır. Sadəcə onu təxirə salır. Söhbət, əyləncə və davamlı məşğuliyyət altında gözləməyə davam edən bir şeyi örtən səs-küy təbəqəsinə çevrilir. Tənhalıq heç vaxt xaricdə olmayıb. Sadəcə həyat məşğul qaldıqca onu görməmək daha asan olurdu. Buna görə sosial həyatını itirmək bu qədər ağır hiss ola bilər. Hətta o sosial həyatdan heç vaxt dərindən razı qalmasan belə. Səs-küy yox olanda sükut dərhal rahatlıq gətirmir. Əksinə, səs-küyün gizlətdiyi hər şeyi üzə çıxarır. Köhnə xatirələr xəbərdarlıq etmədən geri gəlir. Bitirməmiş kədər sakitcə diqqət istəyir. Karyeranla, münasibətlərinlə, həyatının istiqaməti ilə bağlı suallar birdən-birə görməzdən gəlinə bilməz olur. İllərdir bastırdığın arzular belə yenidən üzə çıxır. Bu, tənhalığın az danışılan tərəfidir. Tez-tez eşidirik ki, tənhalıq yaradıcılıq, müdriklik və özünü tanımaq gətirir. Bunların hamısı doğrudur, amma yalnız daha az xoş bir mərhələdən keçdikdən sonra. Birinci mərhələ narahatlıqdır. Telefonu yoxlamaq üçün narahat istək. Darıxmadığın birinə mesaj yazmaq həvəsi. Zehnini birdən dolduran narahatlıq, peşmanlıq və xəyali söhbətlər. Çoxu bunu yaşayır və dərhal düşünür ki, tənhalıq mənə uyğun deyil. Özlərinə mən təbiətcə sosial insanam deyirlər. Bəzən bu doğrudur, amma çox vaxt bu narahatlığın xarakterlə heç bir əlaqəsi olmur. Sadəcə illərdir görməzdən gəldiyimiz həqiqətlərə çox yaxınlaşmaqdan gəlir. Jung inanırdı ki, əgər o sükutdan qaçmaq əvəzinə onunla qalsan, gözlənilməz bir şey baş verir. Sükut danışmağa başlayır. Sözlə yox, hisslərlə, xatirələrlə, təkrarlanan yuxularla, kiçik anlayışlarla. Görürsən ki, həyatının bəzi hissələri artıq çevrildiyin insana uymur. Jung bu mərhələni psixolojinin ən dərin, ən qorxulu addımı kimi təsvir edirdi. Köhnə müdafiə mexanizmlərinin get-gedə itdiyi bir daxili yolçuluq. Bu rahat deyil və heç vaxt rahat olmaq üçün nəzərdə tutulmayıb.
Onu zehinlə həll edə bilmirsən, planlaşdıra bilmirsən. Sadəcə içindəki gizli dünyanın, diqqətini yayındıran şeylərdən nəyi qorumağa çalışdığını göstərməsi üçün kifayət qədər uzun müddət hazır qalmalısan. Bəlkə buna görə sükut bu qədər qorxuducudur. Boş olduğu üçün yox, dolu olduğu üçün. Cavabsız suallarla, unudulmuş hisslərlə, diqqətini səbirlə gözləyən öz parçalarınla dolu. Sükutdan ən çox qorxanlar həmişə özlərini ən az tanıyanlar deyil. Bəzən onlar sükutun nəyi üzə çıxarmağa hazırlaşdığını artıq hiss edən insanlardır. O zaman əsl sual içindəki səsi eşitməyə hazır olub olmadığın deyil, nəhayət onu boğmaqdan əl çəkməyə hazır olub olmadığındır. Üçüncü hissə. Tənhalığın üzə çıxardığı gizli tərəf. İnsanlar çox vaxt tənhalığı sakit bir şey kimi təsəvvür edir. Sakit səhərlər, dəftərə yazılar, yavaş qəhvə və nəhayət özünlə rahat olmağın xoş hissi. Bu tənhalıq da var, amma nadir hallarda ilk qarşılaşdığımız tənhalıqdır. Sülh gəlmədən əvvəl. Daha az xoşagəlimli bir şey gəlir. Səbəbi bilinməyən narahatlıq, görünüşdə səbəbi olmayan köhnə qəzəb, xəbərdarlıq etmədən gələn kədər, adi axşamların üzərinə çökən qəribə bir ağırlıq. Çoxu bu hissləri tənhalıq mənə zərər verir deyə qəbul edir. Jung tam əksinə inanırdı. İnanırdı ki, tənhalıq əvvəlcədən içimizdə olan, amma gizlədilmiş şeyi üzə çıxarır. Jung bir dəfə yazmışdı. İnsan işıq təsəvvür edərək deyil, qaranlığı tanıyaraq maariflənir. Bu onun ən çox səhv anlaşılan sözlərindən biridir. O insanları ağrının içinə batmağa təşviq etmirdi. Sadə bir həqiqətə işarə edirdi. Tənhalıqda üzə çıxan şey artıq içində var idi. Tək olduğun üçün ortaya çıxmır, bəlkə illərdə 2 dəfə. Onu fərq etmək üçün kifayət qədər sükut olduğu üçün ortaya çıxır. Jung bu gizli tərəfə kölgə deyirdi. Kölgə sənin şər tərəfin deyil. Bu sadəcə bastırmağa öyrəndiyin hər şeyin toplusudur. Qəbul edilə bilməz hiss olunan duyğular, oynamalı olduğun rola uymayan istəklər, güclü, zarafatçıl, yaxud daim məşğul görünmək altında gizlətdiyin qorxular. Hər sosial görüş müəyyən dərəcədə özünə nəzarət tələb edir. Təbii olaraq bizi qəbul etdirən tərəflərimizi göstərir, digərlərini gizli saxlayırıq. O gizli tərəflər yox olmur, sadəcə tanınmaq üçün bir fürsət gözləyərək daxilimizdə qalır. Buna görə dərin tənhalıq dövrləri gözlənilmədən ağır hiss ola bilər. Sosial görüşlər azalanda içimizdə illərdir yığılıb qalan şey buraxılmağa başlayır. Bir bənd tərəfindən dayandırılmış çayı təsəvvür et. Onun arxasında budaqlar, yarpaqlar, zibil toplanır. Elə ki, su artıq zorla axır. Bənd nəhayət açılanda ilk gələn təmiz su olmur. Arxasında ilişib qalan hər şey olur. İnsan zəhni ilə də eynidir. Sağalmanın ilk mərhələsi çox vaxt qarışıq görünür. Çünki illərdir bastırılan şey yerinə oturmazdan əvvəl hərəkət etməlidir. Çoxu bunu səhv anlayır. Mən emosional cəhətdən pozulmuşam deyə düşünürlər. Halbuki əslində özləri ilə daha dürüst olmağa başlayırlar. Jung deyirdi ki, kölgə görməzdən gəlinəndə yox olmur. Səhnə arxasından sakitcə həyatımızı idarə edir. Təkrarlanan pis münasibətlərdə, əsassız qıcıqlanmalarda, izahsız narahatlıqda ya da xarici uğura baxmayaraq nəsə çatışmır hissində özünü göstərir. Kölgəni fərq etmək onu gücləndirmir, əksinə, onun gizli nəzarətini zəiflədir. Gizli qalan bizi idarə edir. Görünən isə nəhayət anlaşıla bilər, amma tənhalıq tək başına kifayət deyil. İnsan illər boyu tək qala bilər, amma sonsuz diqqət yayındırıcı, xəyal ya da kin vasitəsilə özündən qaçmağa davam edə bilər. Əsl tənhalıq sadəcə insanların yoxluğu deyil. İçindən qalxan hər şeyi dərhal itələmədən onunla qalmağa hazır olmaqdır. Yol məhz burada ayrılır. Bəziləri narahatlıqdan qaçır və köhnə maskaya qayıdır. Digərləri qorxduqları qaranlığın heç vaxt düşmənləri olmadığını görəcək qədər qalır. O qaranlıq əslində bütöv olmağın qapısıymış. 4-cü hissə. Sağaldan tənhalıq və gizlədən tənhalıq. Jung indi qarşında oturardısa, sadə bir sual soruşardı. Tək olanda özünə doğru gedirsən, yoxsa başqa bir şeydən qaçırsan? Bu sual sadə görünür, amma cavab tənhalığının sənə əslində nə etdiyini tamamilə dəyişir. İki insan demək olar ki, eyni şəraitdə yaşaya bilər. Hər ikisinin az dostu var, hər ikisi uzun müddət tək qalır, hər ikisi bir zamanlar həyatını dolduran sosial görüşlərdən geri çəkilib. Kənardan baxanda həyatları çox oxşar görünür. Amma içərdə tamamilə fərqli bir şey baş verir. Birinci insan tək qalır, çünki içində nəsə böyüyür.
və köhnə həyat tərzi artıq ona uymur. Uzaqlaşan münasibətlər artıq özünə uymayan köhnə bir versiyanın üzərində qurulmuşdu. Bu tənhalıq bəzən narahat olsa da canlılıq daşıyır. Çətin olsa da önəmli hiss olunan suallar üzə çıxır. Yavaş olsa da hərəkət var. İkinci insan tək qalır, çünki dünya ona təhlükəli görünməyə başlayıb. İnsanlar onu incidib, məyus edib, ya da lazım olduğu kimi görməyiblər. Bu tənhalıq böyümə üçün bir yer deyil, müdafiə üçün qurulmuş bir yerdir. Gözəl fəlsəfi sözlərlə bəzədilmiş bir divar. Bu insanın həyatındakı sükut, dərinlik yox, qorunma keyfiyyəti daşıyır. Jung bu iki halın arasında aydın bir fərq qoyurdu. Birinə əsl tənhalıq deyirdi. İnsanın öz olmasına xidmət edən növ. Digərinə isə təcridlik deyirdi. Və dəqiq izah edirdi ki, təcridlik güc kimi görünsə də, əslində irəliləməmək deməkdir. Çünki təcridlik kölgəni tam olduğu yerdə saxlayır. Kölgə üzə çıxmaq üçün başqa insanlara ehtiyac duymur. Dürüstlüyə ehtiyac duyur. Və özünü qorumaq üçün seçilən təcridlik, insanın özünə edə biləcəyi ən mürəkkəb özünü aldatmalardan biridir. Bunu özünü tanımaq haqqında kitablarla, daxili dinclik haqqında sözlərlə, bunu şuurlu seçdim inancı ilə örtə bilərsən. Amma bu seçim hazırlıqdan yox, qorxudan edilibsə, sənin daxilindəki bilinməyən hissə fərqi bilir. Hətta şuurlu ağlın bilməsə belə. Dürüst sual və onunla oturmaq rahat deyil, tək olub olmadığın deyil. Niyə tək olduğundur? İçindəki nəsə aydınlaşdığı üçün və həyatının köhnə hissəsinə aid olan insanlar formalaşan yeni sənə artıq uymadığı üçünmü tək qalırsan? Yoxsa tək qalmaq, hələ də sağalmamış yaralarına heç kimin toxuna bilməyəcəyi demək olduğu üçünmü tək qalırsan? Hər iki hal xüsusilə əvvəldə içərdən eyni görünə bilər. Hər ikisi performans göstərmək məcburiyyətindən qurtulmağın rahatlığı ilə gələ bilər. Hər ikisi sükutla bağlı əsl bir minnətdarlıq yarada bilər. Fərq yalnız vaxt keçdikcə tənhalığın nə yaratdığına baxanda görünür. Əsl tənhalıq narahat olsa da irəliyə doğru hərəkət hissi verir. Nəsə işlənir, aydınlaşır, formalaşır. Ortaya çıxan suallar çətin olsalar da üzərinə düşünməyə dəyər sənə görünür. Tənhalıq kimi görünən təcridlik isə vaxt keçdikcə fərqli bir şey yaradır. Heç vaxt həqiqi dinclikə çevrilməyən bir üstünlük hissi. Başqa insanlar problemdir düşüncəsinin daha da kəskinləşməsi. Daim qorunmalı olan bir mənə heç kim lazım deyil fəlsəfəsi. Çünki onun altında əsl bağlantı ehtiyacı yox olmayıb. Sadəcə zəiflik kimi adlandırılıb. Jung bunu sərt olmaq üçün demirdi. Bunu ona görə deyirdi ki, həqiqətən tək qala bilmək, tənhalığı özündən qaçmaq üçün yox, əsl daxili iş üçün istifadə etmək, insanın inkişaf etdirə biləcəyi ən nadir və ən çətin şeylərdən biridir. Və bunu inkişaf etdirməyin yeganə yolu, hansını etdiyin barədə özünə dürüst olmaqdır. Kiməsə deyil, sadəcə özünə, sükutda. Cavab artıq sənin onunla mübahisə etməyini dayandırmağını gözləyəndə. 5-ci hissə. Karl Jungu dəyişən 6 il, 1912-ci ildə Karl Jungun hər şeyi var kimi görünürdü. Avropanın ən hörmətli psixoloqlarından biri idi. İşi çiçəklənirdi və Sigmund Freud ictimai olaraq onu psixanalizin gələcəyi adlandırmışdı. Sonra demək olar ki, bir gecədə hər şey dəyişdi. Jungun Freuddan ayrılması sadəcə peşəkar bir fikir ayrılığı deyildi. Bütöv bir dünyanın çöküşü idi. O təkcə müəllimini itirmədi, ətrafında formalaşmış bütün icmanı itirdi. Həmkarları Freudun tərəfini tutdu, dəvətlər kəsildi və müasir psixologiyanın mərkəzində dayanan bu adam birdən özünü tam tək tapdı. Bundan sonra baş verən insanların az danışdığı hissədir. O dərhal karyerasını yenidən qurmadı ya da yeni dostlar tapmağa çalışmadı. Bunun əvəzinə Küsnaxdakı evinə çəkildi və təxminən 6 il sürən dərin bir qeyri-müəyyənlik dövrü yaşadı. O müddət ərzində göl kənarında daş qüllələr tikdi, dəftərlərini yuxu və simvolik görüntülərlə doldurdu, öz daxili dünyası ilə fövqəladə bir dialoqa girdi. Bu təcrübədən qaçmaq əvəzinə onu böyük bir dürüstlüklə müşahidə etməyi seçdi. Sonradan Jung özü etiraf etdi ki, bu dövr çox narahat edici idi. Yazırdı ki, izah edə ya da qaça bilmədiyi bir daxili təzyiq altında əzilmiş kimi hiss edirdi. Bəzən öz daxili dünyası ilə adi reallıq arasındakı sərhəd qorxulu dərəcədə itirdi. Bu, tənhalıqdan sakitcə həzz alan bir adam deyildi. Köhnə kimliyi dağılan zamanda mövcud qalmağa çalışan bir adam idi. Amma bugün Jung ilə əlaqələndirdiyimiz demək olar ki, hər şey o illər ərzində doğuldu. Kölgə anlayışı, özün olma yolu nəzəriyyəsi, analitik psixologiyanın təməlləri,
Hətta sonradan Qırmızı kitab adlanan əsərinin çoxu bu çətin tənhalıq dövründən çıxdı. Jungun ən böyük fikirlərinin heç biri o həmkarları tərəfindən hörmət görüb əhatələnən zamanda doğulmadı. Onlar o tək olduğu zamanda doğuldu. Bu önəmlidir çünki bu videonun başlığındakı son mərhələnin əslində içərdən necə hiss olunduğunu göstərir. Fövqəladə hiss olunmur. Daha yüksək bir dərəcəyə çatmaq kimi hiss olunmur. Qeyri-müəyyən hiss olunur. Tanış münasibətlər yox olmağa başlayır. Köhnə kimliklər mənasını itirir. Gələcək çox az güvən verir. Kənardan hətta uğursuzluq kimi görünə bilər. Jung o 6 ili özü seçmədi. Seçdiyi ondan qaçmamaq idi. Naməlum bir şeylə üzləşməkdən daha rahat hiss etdiyi üçün köhnə kimliyinə qayıtmaqdan imtina etdi. Daha dərin bir şey üzə çıxana qədər o qeyri-müəyyənliklə qaldı. Bu sakit qərar təkcə onun öz həyatını deyil, sonradan milyonlarla insanın insan zehnini anlama tərzində dəyişdirdi. Əgər sənin dünyan da daha sakitləşibsə, dostluqların solubsa və özünü bir zamanlar olduğun insanla çevrildiyin insan arasında aslı hiss edirsənsə, bunu bil. Sən Jungun arxasında dayanmırsan. Onun bir zamanlar hər şey hələ məna qazanmazdan əvvəl dayandığı yerdə dayanırsan. Bəlkə həyatının bu dövründə heç nə səhv deyil. Bəlkə hər şey elə buradan başlayır. 6-cı hissə. Heç kim deyil, sadəcə doğru olanlar. Bundan əvvəl izlədiyim video çox güman sənə bunu deməyib. Jung tək qalmadı. Nə sonda, nə də həmişəlik. 6 ildən sonra daş qüllələrdən, rəsmlərdən və öz daxili dünyası ilə söhbətlərdən sonra torpaq nəhayət sabitləşdi və keçirdiklərini danışmağın dilini tapdı. Jung yenidən insanlara qayıtdı. Amma Freuddan ayrılanda itirdiyi böyük peşəkar dairəyə yox, daha az saylı, amma çox daha həqiqi bir şeyə. Tony Wolff onun yanındaydı. İşinin daxili tərəflərini az adamın anlaya biləcəyi şəkildə anlayan biri. Arvadı Emma Jung onun yanındaydı. 10 illiklərlə davam edən evliliyi boyu həqiqi bir yoldaş kimi qalan. Aniela Jaffe onun yanındaydı. Son illərində onunla yaxından işləyən və sonradan xatirələrini yazıya köçürməsinə kömək edən. Bunlar adi tanışlıqlar değildi. İki insanın eyni yerdə təsadüfən qarşılaşmasından yaranan bağlar değildi. Jungun bu cür bağlantı üçün xüsusi bir sözü var idi. Ruh dostluğu. Onu belə təsvir etməsi göstərir ki, bunu adi sosial əlaqədən tam fərqli bir şey hesab edirdi. Ruh dostluğu, birgə keçmiş, yaxınlıq ya da çağırmaq üçün tanış birinin rahatlığı üzərində qurulmur. O, yaratmaq çox çətin, itirmək isə daha çətin olan bir şey üzərində qurulur. Bu, başqa bir insan tərəfindən həqiqətən görülmə təcrübəsidir. Tanınması asan olan versiyan yox, maska yox, işləri hamar aparmaq üçün taxdığın üz yox, hələ formalaşmaqda olan, hələ qeyri-müəyyən olan, hələ dəyişməkdə olan əsil daxilin. Jung yazırdı ki, iki insanın görüşməsi, iki kimyəvi maddənin bir-birinə toxunması kimidir. Əgər bir reaksiya baş verirsə, hər ikisi dəyişir. Məhz bu dəyişiklik ruh dostluğunu adi sosial əlaqədən ayırır. Adi əlaqə səni əsasən olduğun kimi saxlayır. Ruh dostluğu isə səndəki bir şeyin formasını dəyişir. Sən də qarşındakının içindəki bir şeyi dəyişirsən. Və heç biriniz bu təmasdan nəyin çıxacağını əvvəlcədən tam bilə bilmirsiniz. Bu cür bağlantı nadirdir. Fövqəladə insanlar tələb etdiyi üçün yox, ən qəbul edilə bilən versiyaları yerinə həqiqətən özləri kimi görünmək üçün kifayət qədər daxili iş görmüş insanlar tələb etdiyi üçün. Və bu daxili iş, bu videonun bütün mövzusunun işarə etdiyi kimi, məhz tənhalıq dövrünün mümkün etdiyi şeydir. Sosial dairənin daralması, bağlantının sonu demək deyil. Bu xüsusi bir bağlantı növünün sonudur. Maska üzərində qurulan, əsl insan üzərində yox. Onu qorumaq üçün özünü diqqətlə idarə etməyini tələb edən növ. Sənə mənsub olmaq hissi verən, amma heç vaxt həqiqətən tanınmaq hissi verməyən növ. O daralmadan sonra eyni şeyin yeni versiyaları ilə boşluğu tələsik doldurmaq əvəzinə onunla qalanlar üçün gələn şey, sənə həqiqətən çatan bir bağlantının mümkünlüyüdür. Çox bağlantı deyil, Jungun özünün də çox az bağlantısı var idi. Amma sahib olduqları, dediyi kimi, təmasla hər iki tərəfi dəyişdirən növ idi. Bu videonun başlığındakı son mərhələ artıq heç kimə ehtiyacın olmadığı mərhələ deyil. Səni tapan insanların əsl səni tapdığı mərhələdir. Rolunu yox, uyğunlaşmağını yox,
Sükutdan, kölgədən, illər boyu davam edən qeyri-müəyyənlikdən keçib hələ ayaqda qalan insanı. O insan dolu hiss etmək üçün otağı doldurmalı deyil. Amma doğru insan qapıdan girəndə bunu biləcək. 7-ci hissə. Son mərhələ son deyil. Jung heç vaxt nadir insanlar fərqli doğulur demədi. İnanırdı ki, nadirlik bir proses nəticəsində formalaşır. Əksər insanlar bir maska qurur və ömürləri boyu onu qoruyurlar. Bəziləri bu maskanı sorulamağa başlayır. Daha azı onun altında gizlənənlə üzləşməyə hazırdır. Daha da az adam həqiqətən özü olana qədər qeyri-müəyyənlikdə qalmağa dözür. Jungun baxışına görə insanı həqiqətən nadir edən budur. Xüsusi bir xasiyyət yox, fövqəladə bir istedad yox. Bütün tanışlıqlar yox olmağa başlayanda belə özün olmağa davam etmək istəyi. Amma son bir yanlış anlama var, ona toxunmaq lazımdır. Bir insan özün olma yolu, tənhalıq və köhnə münasibətlərin tədricən itirilməsi haqqında hər şey eşidir və sakitcə bunu özünə xoş bir hekayəyə çevirir. Dostumun olmaması məni hamıdan dərin edir deyə inanmağa başlayır. Tənhalığı unikallığının sübutu olur. Təcridliyi ətrafındakı insanlardan üstün olduğunun sübutu olur. Jung bu cür düşüncəyə qarşı təkrar xəbərdarlıq edirdi. Buna özünü şişirtmə deyirdi. Sənin dəyişməli olduğun mən hissinin əslində həmin dəyişikliyi öz xeyrinə istifadə etməsi. Köhnə maska yox olur, amma yerinə mən daha oyanmışam, daha şüurluyam, başqalarından daha xüsusiyyən fikri üzərində qurulan yeni bir maska gəlir. Bu özün olma deyil, sadəcə başqa bir maskadır. Bəs fərqi necə biləcəksən? Jung deyirdi ki, əsl daxili böyümə təəccüblü dərəcədə sakitdir. Səni üstün hiss etdirmir, kiminsə dəyişdiyinə inandırmaq istəyi yaratmır. Bunun əvəzinə özünlə münasibətini dəyişdirir. Dəyərini başqalarının sənə göstərdiyi diqqətlə ölçməyi dayandırırsan. Telefonun səssiz qalanda ya da dəvət gəlmədikdə artıq panikaya düşmürsən. İnsanlarla maraqlanmağı dayandırdığın üçün yox, kimliyin artıq onlar tərəfindən görülməkdən asılı olmadığı üçün. Diqqətin mərkəzi tədricən özünə doğru sürüşür. Başqalarının bəyənməsi xoşdur, amma artıq zəruri deyil. Tənhalıq dərhal ondan qaçmağa çalışmadan girə biləcəyin bir yerə çevrilir. Vaxtla da fərqli bir münasibətin olur. Başqa biri olmalı olma təzyiqi azalır. Özünü sübut etmə tələsiyi azalır. Nəyisə əldən vermə qorxusu azalır. Həyatının kənardan uğurlu görünüb görünmədiyi haqqında narahatlıq azalır. Öz böyümənlə daha səbirli olursan. Çünki bilirsən ki, bu çatlası bir məqsəd deyil, özünə qayıtmağın ömürlük bir yoldur. Geriyə baxanda uzaqlaşan insanları günahlandırmaq istəyi hiss etmirsən. Dəyişdiyin üçün özünü də günahlandırmırsan. Sadəcə anlayırsan ki, bəzi münasibətlər həyatının başqa bir dövrünə aid idi. O zamanki sənin üçün mənalı idi, amma sonradan çevrildiyin insanla bərabər böyüyə bilmədi. Bəlkə bu videonun başlığı əslində məhz bunu demək istəyir. Dostların olmaması son mərhələ deyil. Çünki təcridlik özlüyündə maariflənmə demək deyil. Ətrafındakilərdən üstün olmağın sübutu da deyil. Bu sadəcə köhnə maska ərimə başladıqdan sonra, amma həqiqi sənin ətrafında yeni münasibətlər formalaşmazdan əvvəl bir çox insanın özünü tapdığı bir yerdir. Bəziləri o boşluqda panikaya düşür və köhnə kimliklərinə tələsik qayıdır. Digərləri daha həqiqi bir şeyin üzə çıxması üçün kifayət qədər gözləyir. Qaçmaq əvəzinə o qeyri-müəyyənliklə qalmağa hazır olmaq. Jungun az adamın nail olduğunu düşündüyü şey elə budur. Sonda ən nadir insan ən az dostu olan deyil. Dəyərini sübut etmək üçün artıq dostluğa ehtiyacı olmayan, amma o münasibətlər həqiqi olduqda hələ də sevməyə, güvənməyə, bağlanmağa qadir olan insandır. Dünyanı rədd etmir, sadəcə ona mənsub olmaq üçün özünü tərk etməyi dayandırıb. Bəlkə Jungun bütün ömrü boyu anlamağa çalışdığı hər şeyin altında gizlənən sakit həqiqət elə budur. Son mərhələ heç vaxt tək qalmaq deyildi. Son mərhələ insanlarla əhatələnəndə də, tam tənhalıqda dayananda da, artıq başqa birinə çevrilmək məcburiyyətində qalmadan özünü evində hiss edə bilməkdir. Sənə bir şəkil qoyub getmək istəyirəm. Bir mayak heç vaxt gəmilərin ardınca qaçmır. Qalmalarını istəmir. Uzaqlaşanların niyə getdiyini soruşmur. Sadəcə olduğu yerdə dayanır, işığını canlı saxlayır. Və elə buna görə onu axtaranlar onu harda tapacaqlarını bilir. Bəlkə Jungun bütün bu müddət demək istədiyi elə budur. İnsansız bir həyat yox, sevgisiz bir həyat yox. Amma öz dəyərini bilmək üçün artıq heç birinə ehtiyacı olmayan bir həyat.
Bəlkə buna görə sual heç vaxt həqiqətən niyə artıq dostlarım yoxdur olmayıb. Bu sual bizi buraya gətirdi. Amma ən dərin sual heç vaxt o olmadı. Ən dərin sual həmişə bu olub. Artıq o maskanı taxmağa məcbur olmadığıma görə, indi mən kimə çevrilirəm? Çünki sonda gedən insanlar hekayənin yalnız bir hissəsidir. Onlar getdikdən sonra qalan insan. Jung'un bütün ömrü boyu anlamağa çalışdığı hekayə elə budur. Bəlkə ən nadir insan heç vaxt ən az dostu olan deyildi. Bəlkə o, nəhayət, özü olan idi.